Evdə xırda bir söz, tıxacda kiminsə lazımsız siqnal verməsi, işdə rəisin bir baxışı və ya telefonunuzun zəngi, bəzən xırda bir qığılcım yetir ki, içimizdəki alov hər şeyi yandırıb yaxsın. Sonra nə olur? Qışqırırıq, peşman olacağımız sözlər deyirik ya da hər şeyi daxilimizə atıb özümüzü içdən-içə bitiririk. Əgər bu vəziyyət sizə tanışdırsa, bilməlisiniz ki, problem sizin xasiyyətinizdə və ya pis insan olmağınızda deyil. Problem sizin sinir sisteminizin həddindən artıq gərgin olması və beyninizin davamlı olaraq müdafiə rejimində çalışmasıdır. Yaxşı xəbər odur ki, baxın, daxili sakitlik anadan gəlmə bir xüsusiyyət deyil. Bu öyrənilə bilən və bir bacarıqdır. Bugün bu videoda biz sizinlə birlikdə addım-addım beyin biyologiyanızı, psixologiyanızı anlamağı və hər hansı bir gərgin anda soyuqqanlı saxlamağı öyrənəcəyik. Bu 15 dəqiqə sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Ona görə də videomuzu izləyin və diqqətinizi tamamilə məndə olsun. Deməli, beynimizdə baş verən bu fırtına niyə olur? Gəlin əvvəlcə problemin kökünə inək. Niyə bir anda idarəetmənini itiririk? İnsan beynində deməli amigdala adlı bir mərkəz var. Kiçik bir mərkəz var. Bu mərkəz bizim daxili həyəcan siqnalımızdır. Min illər əvvəl ulu babalarımız meşədə və ya mağaralarda yaşayan zaman qarşılarına yırtıcı bir heyvan çıxanda amigdala dərhal işə düşürdü. O beynə tək bir əmr verirdi: qaç və ya döyüş. Həmin an bədəndə nə baş verirdi? Ürək döyüntüsü sürətlənirdi, nəfəs təngiyirdi, qana yüksək dozada kortizol və ya adrenalin hormonları vurulurdu. Bu insanın sağ qalması üçün vacib bir həyati faktor idi. İndi gəlin belə eləyək. Yəni bugün qarşımıza meşədə vəhşi bir heyvan çıxmır. Amma qarşımıza kobud bir sürücü, sosial mediada mənfi rəy, ödənilməmiş borclar və ya ailəvi mübahisələr çıxır. Modern dünyamız dəyişib, amma beynimizdə ibtidai mexanizm hələ də eyni olaraq qalır. Amigdala həmin mübahisəni ölüm-qalım savaşı kimi qəbul edir. Və nəticədə sizin rəisiniz və ya yaxınınızda qarşı eyni ilə vəhşi heyvana verdiyiniz reaksiyanı verirsiniz. Əzələləriniz sıxılır, qanınız qaynamağa başlayır və məntiqi mərkəz olan prefrontal korteks sıradan çıxır. Sadə dildə deyəcək, əsəbləriniz və ya beyniniz məntiqi hissəsi müvəqqəti olaraq sönür. Bəs bu ibtidai reaksiyanı biz necə dayandıra bilərik? Əsəbi idarə etmək üçün iki böyük addım. Birinci, 90 saniyə qaydası. Deməli, Harvard Universitetinin məşhur neyrokimyagəri Kill Bolte Taylor çox vacib bir şey kəşf etmişdir. Deməli, bədənimizdə stres və əsəb hormonu ifraz olunduqda bu kimyəvi maddələrin qanda parçalanıb yox olması cəmi 90 saniyə çəkir. Yəni, yanlış eşitmədiniz. Cəmi 1 dəqiqə yarıma. Deməli, əgər siz bir hadisəyə əsəbləşirsinizsə, biologiyanızın verdiyi ilkin reaksiya 90 dəqiqə çəkir. Əgər 10 dəqiqə, 1 saat və ya bütün gün hələ də əsəbi qalırsınızsa, deməli, həmin alovu özünüz düşüncələrinizlə vurmalısınız. Zihninizdə həmin hadisəni təkrar-təkrar canlandıraraq beyninizə təzədən adrenalin emalı əmri verirsiniz. Bu da sizin gün ərzində əsəbi qalmağınıza səbəb olur. Bundan sonra gərgin bir vəziyyət yarandıqda daxilinizdə 90 saniyəlik bir timer qoşun. Özünüzə deyin, indi qanımda kimyəvi reaksiya gedir. Bu sadəcə 90 saniyə çəkəcək. Mən bu 90 saniyədə heç nə deməyəcəm və heç bir qərar verməyəcəm. Bu birinci addım idi. İndi ikinci addım. İkinci addım isə fizioloji qapaz nəfəsi. Yəni, deyə bilərsiniz ki, axı 90 saniyə gözləmək çox çətindir. Nəfəsim kəsilər. Haqlısınız. Məhz buna görə bədəninizi fiziki olaraq sakitləşdirmək lazımdır. Stres anında sürətli və dayaz nəfəs almağa başlayırıq. Bu beynə döyüş siqnalı verir. Lakin biz bu prosesi tərsinə çevirə bilərik. Necə? Tədqiqatlar göstərir ki, daxili sinir sisteminin ən tez sakitləşdirən üsul fizioloji qapaq nəfəs texnikasıdır. Burnunuzdan dərin bir nəfəs alın. Nəfəsi tam bitirmədən burnunuzdan daha bir kiçik nəfəs də əlavə edin. Sonra ağzınızdan çox yavaş və uzun bir şəkildə nəfəsinizi buraxın. Bu hərəkəti 3 dəfə təkrar etdikdə ciyərinizdəki alveollar genişlənir. Qandakı karbon qazı azalır və beyninizdə dərhal bu mesaj gedir. Təhlükəli keçid, sakitləşə bilərsən. Deməli, zehninizi yenidən proqramlaşdırın. Üçüncü addım. Düşüncə filtri və əhəmiyyət testi. Qədim stoik filosofi Epiktet deyirdi ki, biz hadisələrin özü yox, o hadisələrə verdiyimiz mənalar narahat edir. Sizə qarşı kobudluq edən bir insanı düşünün. Əgər siz o
mənə hörmətsizlik etdi, mənə hücum etdi düşünsəniz, dərhal əsəbləşəcəksiniz. Lakin bu insanın daxilində böyük problemləri var və o öz gərginliyini mənə tökür. Bu mənimlə bağlı deyil. Düşünsəniz, əsəb yerini acımağa və ya laqeydliyə verəcək. Hər dəfə əsəbləşəndə özünüzə bu qızıl sualı verin. Bugün baş verən bu hadisə 5 ildən sonra mənim üçün vacib olacaqmı? Bəs 5 aydan sonra, hətta 5 gündən sonra, yəni həyatınızda bir əhəmiyyət kəsb edən bir hadisədir bu. Yəni bu uzun müddət sizin yaddaşınızda qalacaqmı? Əgər cavabınız xeyirdirsə, nə üçün bu gün 5 saatını və sağlamlığınızı həmin lazımsız hadisəyə qurban verirsiniz? 4-cü addım. Topu tutmaq məcburiyyətində deyilsiniz. Həyatda hər bir mübahisə bir top kimidir. Kimsə sizə acı bir söz deyirsə, əslində siz tərəfə bir top atır. Siz ən böyük səhviniz həmin topu dərhal tutub qarşı tərəfə daha bərk atmağa çalışmaqdır. Bəs topu sadəcə yerə düşməyə qoysaz nə olar? Sizə deyilən hər sözə, edilən hər haqsızlığa reaksiya vermək məcburiyyətində deyilsiniz. Ən böyük güc və üstünlük sakitliyi saxlamaq, sadəcə gülümsəmək və yolunuza davam etməkdir. Unutmayın, cavabsızlıq bəzən verə biləcəyiniz ən ağır cavabdır. Deməli, indi keçək növbəti bölməyə. Daxili bardağınızı boşaldın. Yəni, deməli belə, sakit bir insan olmaq üçün təkcə gərgin anlarda deyil, gündəlik həyatda da emosional yükünüzü azaltmalısınız. Bu bardağı tam doldursa, ona bir damcı da əlavə etdikdə daşacaq. Siz də daxilən dolusunuz. Xırda bir söz bardağı daşırır. Niyə daxili bardağımız bu qədər doludur? Deməli, rəqəmsal informasiya zibilxanası. Bu nə deməkdir? Hər gün sosial mediada minlərlə lazımsız mənfi və gərgin xəbərlər oxuyuruq. Beynimiz bu qədər məlumatları emal etməyə öyrəşib. İkinci, yuxusuzluq. Beynin prefrontal korbi yuxusuz qaldıqda zəifləyir və amigdala nəzarəti ələ alır. Yuxusuz insan hər zaman əsəbi olmağa namizəddir. Hər şeyi nəzarətdə saxlamaq istəyi, hava şəraitini, başqa insanların fikirlərini və ya keçmişdə onların idarə edə bilməzsiniz. Sizə nəzarət edə biləcəyiniz tək şey öz reaksiyalarınızdır. Gündə ən azı, baxın, ən azı 30 dəqiqə tək başına, telefonsuz, musiqisiz və sakitlikdə vaxt keçirin. Gəzintiyə çıxın. Beyninizi gündəlik məlumatları həzm etməsinə şərait yaradın. İndi keçək nəticə olaraqsa bu videonun əsasında belə bir söz deyirəm. Sakit insan olmaq, zəif olmaq, hissiz olmaq və ya hər şeyə dözmək demək deyil. Sakit insan olmaq öz gücünə, hisslərinə və həyatına tam nəzarət etmək deməkdir. Bu cür öyrəndiyiniz qaydaları həyatınıza daxil edin. Mütləq şəkildə, baxın, mütləq şəkildə faydalarını görəcəksiniz. 90 saniyə dayanın. Fizioloji, nəfəs alın. Düşüncələrinizi dəyişin. Baxın, bu çox önəmlidir. Öz düşüncə tərzinizi dəyişmək bunların ən vaciblərindən biridir. Və daxili bardağınızı qoruyun. İlk vaxtlar bu proseslər sizin üçün çox çətin ola bilər. Amma hər cəhdinizdə beyninizdə yeni neyron əlaqələr yaranacaq. Və zamanla soyuqqanlılıq sizin əsas xarakterinize çevriləcək. Əgər bu videomuz sizin üçün faydalı oldusa, videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Və daha sizdən dostlar bir xahişim daha var. Rəylərdə öz fikirlərinizi yazın. Sizi həyatda ən çox çilədən nə çıxardır və bununla necə mübarizə aparsınız? Bütün rəylərinizi bir-bir oxuyacağım. Və bu sizin yazdığınız rəylərdə başqalarına da ümid edirəm kömək ola bilər. Özünüzə və əsəblərinizə yaxşı baxın. Sağ olun. Növbəti videoda görüşənədək.